Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Jorgensen bildirib ki, Avropa İttifaqı Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra belə Rusiya nefti və qazının alınmasına qayıtmayacaq. O bunu Euronews-a müsahibəsində deyib. Jorgensenin sözlərinə görə Rusiyanın boru kəməri qazına və maye təbii qazına qoyulan qadağa Avropa İttifaqı üçün geri dönüşü olmayan nöqtəsinə çevrilib. Hətta sülh bərqərar olduqda belə biz artıq Rusiya qazı almayacağıq. Bu qərar Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalandıqdan sonra da qüvvədə qalacaq. Biz əvvəlki səhvi təkrarlamamalı və yenidən Rusiya qazından asılı vəziyyətə düşməməliyik deyə o vurğulayıb. O həmçinin Avropa Komissiyasının təklifini mübahisələndirmək niyyətində olduğunu bildirən Macarıstanın mövqeyinə təəssüfünü ifadə edib. Komissar əlavə edib ki, Avrokomissiya enerji resurslarının tədarükündə fasilə təhlükəsi ilə üzləşə biləcək bütün Avropa İttifaqı ölkələrinə dəstək verməyə hazırdır. Onun sözlərinə görə 27 ölkə arasında yekdillik olmadığı üçün qanun layihəsini sanksiya kimi deyil, ticarət proseduru kimi qəbul etmək məcburiyyətində qalıblar. Reallaşdırılma mərhələli şəkildə və mənfi nəticələrə yol açmayacaq formada aparılacaq deyə Jorgensen yekunlaşdırıb.